cavab eləyəcəyimiz mövzu uşaqlar 1917-20-ci illərdə Cənubi Azərbaycandır. Baxaq görək bu mövzunu kim necə öyrənibdir. Əvvəlcə Aysu yadıma salsın görüm. Aysu, Cənubi Azərbaycan, Şimali Azərbaycan ifadəsi neçənci ildə hansı müqavilələrdən sonra ortaya çıxdı? Türkmençay, Kürəkçay müqavilələrindən sonra. Türkmençayeva 1813-cü ildə, 1813-cü ildəki müqaviləmiz. Əslində Gülüstan. Doğru. Deməli, Türkmençay və ondan əvvəlki Gülüstan müqavilələrinə əsasən. Şimali Azərbaycan, salam Səkinəm, Cənubi Azərbaycan dedik. Bəs yaxşı, bu dövrdə Cənubi Azərbaycan kimlərin müstəmləkəsidir? Yəni kimlərin əlində idi? Rusların. Cənubi Azərbaycan. Qacar. Şimali Azərbaycan isə? Rusların. Bəli, Rusların. Kameranı da açırsan. Ülfət bizə deyəcək, Ülfət, Cənubi Azərbaycanda biz keçən dərslərimizdə dedik, bir neçə dəfə etirazlar, çıxışlar baş vermişdi. Məsələn, Babillər hərəkatını öyrənmişdik burada. Anti-feodal xalq çıxışı. Bəli. 1848. Düzdür. Anti-imperialist xalq çıxışı. O, Təmbək üsyanı. Doğrudur, Təmbək üsyanı. Zeynəb bizə deyəcək, Zeynəb, bəs Cənubi Azərbaycanda Zeynəb Paşa üsyanı deyilən bir üsyanı öyrəndik ki, bu neçənci ildə baş veribdir? Möhtəkirliyə qarşı. 1898. Qəşəng düzdür. Elə o sualı indi sənə vermək istədim. Zeynəb Paşa üsyanı 98-ci ildə. Şimali Azərbaycanda qadınların belə bir qiyamı möhtəkirliyə qarşı neçənci ildə baş vermişdi? Çörək qıtlığı möhtəkirliyə qarşı. Buyurlar, hə? 1916. Qəşəng düzdür. 1916. Ülfət hansı müharibənin dövründə baş veribdi? Birinci Dünya Müharibəsi. Bəli, düzdür. Birinci Dünya Müharibəsi illərində. İndi Zeynəb, sən bizə də görək. Cənubi Azərbaycanı biz keçən dərslərimizdə öyrəndik. 1905-11-ci illərdə. İnqilab, etiraz. Burada nə tələb edirdilər? 5-11-ci illər, hə? Məşrutə inqilabı. Qəşəng düzdür. Məşrutə inqilabı adlandırılmışdı. Bəs yaxşı, onda Mehriban bizə deyə bilər. Mehriban, bu məşrutə inqilabı neçənci illər əhatə elədi və nələr tələb edirdilər? Şey, 5-11. Doğru. Bəli, 1905-11-ci illər əhatə elədi, düzdür. Nə tələb edirdilər bu üsyan zamanı? Bəli, həsəq çörək qapındır. Azadlıq, Bax, adından məlum olduğu kimi bu üsyanı nə dedik biz? İnterneti bir dəfə yandır, söndür. Məşrutə dedik mi? Məşrutə. Məşrutə nə deməkdir? Konstitusiya. Deməli, nə uğrunda mübarizə aparır bu üsyançılar? Bir, konstitusiya. İki, bir konstitusiya. İki, Məclis seçkilərinin keçirilməsi idi də, səhv etmirəmsə. məclis. Buyur Aylin. Hə, məclis əvəzinə parlamentə deyə bilərsiniz. Bəs yaxşı, Ayən, başqa nə uğrunda mübarizə aparırdılar? Bir də xarici məmurların ölkədən çıxarılmasını tələb edirdilər. Doğrudur. Necə? Muxtariyyət. Qətiyyən olmaz. Muxtariyyət ilk dəfə 1917-20-ci illərdə Xiyabani hərəkatında mövcud olubdur. Bəs yaxşı Mehriban, indi görəsən bizə ilk dəfə muxtariyyət tələb edən üsyançılar kimlər olubdur? Məşrutə inqilabında. Bəli, kameranı niyə açıq deyil sənin? Məşruta yox özdə, burada Xiyabani hərəkatındaydı. İlk dəfə burada, yəni Xiyabani hərəkatı. Bəli, Xiyabani hərəkatı neçənci illəri əhatə elədi? 1917. 17-20-ci illəri əhatə eləmişdi. Leyla bizə deyəcəkdir, Leyla, Xiyabaninin fikirləri hansı qəzetdə öz əksini tapmışdı? Təcəddüd qəzetində. Bəli, Təcəddüd qəzeti. Təcəddüd qəzeti neçənci ildə və hansı dildə çap olunurdu? 1917-ci ildə fars dilində. Bəli, fars dilində düzdür. 17-ci ildə bunu yadda saxladıq. Hansı müharibə dövrünə təsadüf edir? Birinci Dünya Müharibəsi. Bəli, düzdür. Birinci Dünya Müharibəsi dövrünə təsadüf edir. O zaman bizə Təhmaris deyəcək. Təhmaris, bəs yaxşı, bax bu inqilabın gedişatında neçənci ildə ilk dəfə olaraq partiyalarını yaratmış oldu? 17-dən oldu.
17-ci ildə doğrudur. 1917-ci il. Yenə yadıma salıram ki, Birinci Dünya müharibəsi dövründə deyə bilərəmmi Cənubi Azərbaycanda partiyanın yaranmasını? Bəli, deyə bilərsən. Deyə bilərsənmi Birinci Dünya müharibəsi dövründə muxtariyyət tələb ediblər? Muxtariyyət nə var? Bəli. Kim tələb etmişdi burada muxtariyyəti? Xiyabani. Bəli, Xiyabani kişi doğrudur. Bəs yaxşı, o zaman buradan bir məsələni qoy tez bizim Ayan yadımıza salsın. Ayan 1917-ci ildə muxtariyyət tələb etməsi və partiyanın yaranması Şimali Azərbaycanla oxşar cəhət ola bilər? Ola bilər. Məsələn, Cənubi Azərbaycanda bu dediyimiz ADP yaranırsa, bəs Şimali Azərbaycanda hansı partiya yaranır? Əcəmi Mərkəzi Partiyası var idi. Bəli, düzdür. Türkiyə Dəmir Mərkəziyyət Partiyası idi, doğrudur. Və bir də 17-ci ildə deyə bilərik Şimali Azərbaycanda da muxtariyyət tələbləri var idi. Var idi. Bu partiyaların istəkləri arasında Azərbaycana muxtariyyət verilməsi var idi. Doğrudur. Deməli var imiş. Düzdür. O zaman bax Şimali Azərbaycan, Cənubi Azərbaycan oxşar cəhət edirik Birinci Dünya müharibəsində. Partiyaların yaranması, muxtariyyətin tələb olunması məsələsinə. Bəs yaxşı, təhmarizin istəmizə də görək. Bir də burada nə yadda saxlayırsınız uşaqlar? Komissiya məsələsini. Görəsən bu. Düzəldirəm. Bir şey görsün uşaqlar. İndi düzəldir. Və görüm təhmar istəmirsə, yaradılmış olan bu komissiyalar nə məqsədlə, nə işə baxırdı, nə məqsədlə yaradılmışdı? Bəli, təhmar istəmirsə. Dedim ki, burada yaradılmış olan komissiyalar nə məqsədlə yaradılmışdı, nə işə baxırdı? Əyalət komitəsindən deyil. Olsun, əyalət komissiyası olsun. Nə bilim, burada ərzaq komissiyası, yoxsullar evi. Bəli, onlar deyil. Mən orada bir ərzaq komissiyası o idi ki, yəni o imkanlı adamlardan taxlaıb çörək pişirdilər, yoxsullar apardılar. Sonra məhəllə vardı, o da yaşlı insanlar tərəfindən təşkil olunmuşdu. O da ərzaq komissiyasına yardım edirdi. Sonra yoxsullar ev vardı. Kimsəsizlərə, yoxsullara evlər yerləşdirdilər. Yəni bir sözlə bu komissiyalar əhali vəziyyətini nə üçün yaradılmışdı? Yaxşı, buyur özündə. Acılıqla mübarizə aparmaqdan. Olsun. Bəli, acılıqla, səfalətlə, yoxsulluqla mübarizə aparmaq üçün yaradılmışdı. Bunları yadda saxladıq. Deməli, burada yadda saxladıq ki, ADP və yaxud da ki, Xiyabani hərəkatı xalqın qeydinə qalacaq komissiyalar yaratmışdı. Sonra bizə Ayan deyəcəkdi. Ayan, bəs yaxşı. Gəl baxaq bir də bunların Azərbaycan adlı qazeti. Bunların axı qazeti Təcəddüd qazeti idi. Azərbaycan adlı qazeti harada çap edirdilər? O Azərbaycanda çap olunurdu, Şimali Azərbaycanda. Bəli, hansı şəhərimizdə çap olunur? Şimali Azərbaycanda, Bakı şəhərində. Doğrudur, Bakı şəhərində çap olunurdu. Həmin dövrdə Cənubi Azərbaycanın valisi kim idi? Vali Əbdül. Bir dəqiqə, adı yadımı saxlayam. Buyur Səbinəm. Vüsud Dövlə idi. Bax, Vüsud Dövlə həmin dövrdə baş nazir idi. Bunu yadda saxlayırıq. Həmin dövrdə Vüsud Dövlə baş nazirdir. Bu baş nazir istefasını tələb edirdilər. Ümumiyyətlə, Ayan, bax bu gördüyümüz Xiyabani hərəkatı tələbi nədən ibarət idi? Xiyabani hərəkatı elə ki, şah rejimi devirmək istəyirdi, muxtariyyət tələb edirdi. Cənubi Azərbaycana İran tərkib daxilində muxtariyyətin verilməsini istəyirdi. Aha. Deməli, biz dedik ki, cəmiyyətin demokratikləşməsini tələb elədi, muxtariyyət tələb elədi və bir də bunlar məşrutə ilə oxşar cəhətdə xarici məmurların ölkədən qovulmasını istəyirdi. Məmurların ölkədən qovulması. Ayşə bizə deyəcəkdi, Ayşə, bu hərəkatın alovlanmasına, daha da geniş xarakter almasına səbəb olan müqavilə nə oldu? Rus Qacar savaşı. İngilis-Qacar müqaviləsi neçənci ildə imzalanmışdı? O zaman Ülfət bizə deyəcək, ilk İngilis-Qacar müqaviləsi neçənci ildə imzalanıbdı? 1814-dən əvvəl də var idi. Var idi, hə. Bu 1803-də 1801-ci ildə idi. 1801. Bəs yaxşı Ayşə, 1814-cü ildəki İngilis-Qacar müqaviləsi necə adlanırdı? Tehran müqaviləsi. Qəla düzdür, Tehran müqaviləsi. 1919-cu ildəki İngilis-Qacar müqaviləsinin ingilislərə nə kimi təsir oldu? İngilislər buradan qovulurdu da. Xeyr, qovulmadı. Əksinə Qacarların daxili işlə qarışmaq üçün böyük bir imkanlar əldə etdilər. Özdə bu müqaviləni yadınıza saxlayırsınızsa,
Bir dənə də qoy buradan bir məsələni deyim. Yadda saxlayırsınız. 18-ci ilin testlərdə düşür. Yanvar ayında Ayşə, bax Cənubi Azərbaycan 18-ci il avqustun 4-də Şimali Azərbaycan üçün oxşar cəhət. Denizdə evin gəlməsi. Əla düzdür. Deniz Stedinin gəlişi idi. Doğrudur. Onda Səbinə bizə deyəcəkdir. Səbinə İngilis Qacar müqaviləsi neçənci ildə imzalandı? 1918-də. 19-cu ildə. 19-cu ildə. Həmin müqavilə bu hərəkata necə təkan verdi? Yəni can daha da alovlandı. O zaman bu hadisədən sonra, bu müqavilədən sonra harda böyük bir silahlı üsyan baş vermişdi? Ənzəli rəşdi bir başı. Yox, Ənzəli rəş başqaydı. Yəni ki, Cənubi Azərbaycanın mərkəzi aprel üsyanı. Bəli, düzdür. Aprel. Neçənci ildə baş vermişdi bu üsyan? 1920-ci ilin aprelində. Aprelində idi, düzdür. Bəs yaxşı. O zaman Ayşə bizə deyə bilərmi? Bir Məşrutə inqilabı dövründə Təbrizdə nə zaman üsyan baş veribdi? Məşrutə inqilabı. Məşrutə inqilabında 1811 idi. 1811-də Məşrutə mübarizəsi. Buyur Aylin. 7-ci ildə. 7-8 deyək. Çünki həm 7, həm də 8-ci ildə üsyan var idi orada. Burada öyrəndik ki, bax 1920-ci ildə Səbinə üsyanı idarə etmək üçün nə yaratmışdı Xiyabani? İdarə heyəti yaratmışdı. Bəli, ictimai idarə heyəti deyirdik biz buna. O zaman Səbinədən sonra Səkinə bizə deyəcəkdir. Səkinəm, bəs yaxşı, 1907-8-ci illərə bax, 8-ci ildə orada Səttarxan üsyanı idarə etmək üçün nə yaradır? Mənim atı yadımda qalmıyor. Kim yadır? Qəşəng ham bilir. Afaq, buyur. Hərbi şura yaradırdı da. Bəli, hərbi şuranın yaradılması doğrudur. Hərbi şura. Bax uşaqlar, yerdən suallarımıza səsiniz bağlı cavab vermədiyinizə görə bir dənə sınaq cəza. Bir sınaq bura qeyd edeyim. Cəza. Bir sınaq artırıldı. 30 dənə sual. Yəni dərsin sonuna qədər suallarımıza yerini cavablandırmadığınız halda ikinci sınaqda əlavə olunacaqdır bura. Bu bir. Yadda saxladıq ki, orada hərbi şura, burada da ictimai idarə heyəti yaradılmışdı. Aydın oldu sizə. O zaman Səkinə deyə bilərsənmi sən bizə? Cənubi Azərbaycanda 1920-ci ildəki bax bu Təbriz üsyanının başlamasına bir təkan verən, qığılcım olan hadisə oldu. Bu nə idi? Orada ingilislərin orada olması Kiminsə həbs edilməsi idi. Kimi həbs eləmişdilər? Buyur Aylin. Xiyabani. Xeyr. Bəli, ADP-nin bir neçə fəal üzvü. Həyətçilər həbs eləmişdilər. ADP-nin bir neçə fəal üzvü bu böyük bir təkan verdi. Üsyan qığılcım oldu. Təbrizdə silahlı üsyan. Uşaqlar 17-ci ildən 20-ci ilə qədər hələ ki etirazı dinc formada edirdilər. Dinc etiraz forması. Yadına salın. 20-dən başlayır da artıq Xiyabani deyir ki, yəni bu bizə yaraşmır da, biz gedib hardasa oturaq mitinqan eləyək. O deyir ki, yəni silah yolundan həll olunmalıdır. Həmin müharibə qansız yəni həll olundu. Silah olsa da müharibə olur. Doğrudur. Bəs yaxşı, ona da görəsən bizə burada biz öyrəndik ki, üsyan zamanı deməli yaradılmışdı ictimai idarə heyəti. O bir daha yadıma salıyor. Səttarxan üsyanı idarə etmək üçün nə yaratmışdı? İdarə komitəsi. Yox, hərbi şura. Hərbi şura. Dedim görüm yadında qalıbmı? Hərbi şura Yəni yaratmışdı. bu verir mənə yaratır. Sonra ictimai idarə heyəti məsələsini burada yadda saxlayırsan, dedik bəli, doğrudur. Qan tökülmədən də qalib gəlmişdi. Bəs yaxşı, Xiyabaniyə hər kəs kömək etmək istəyir. Məsələn, kömək əlini uzatmaq istəyənlər kimlər idi? Mənim orada Atatürk'də kömək etmək istəyirdi. Bir də başqa bir yer Şarlinski də kömək eləmək istəyirdi, amma təbii ki, rədd edir. Xiyabani onu qəbul eləmir. Və bir də baxırıq ki, sən demə, bunlara kömək etmək istəyən, həm də Sovet hökumətinə kömək etmək istəyirdi, amma heç Bu məmnuniyyətlə qalıb Sovet hökuməti sonradan yox, onun səvərmiş, başqaydı. Burada deyir ki, heç kəsin köməyini qəbul etmək istəmir. Bir də Gilan məğlub olmazdı. Gilan Sovet hakimiyyəti var ki, uşaqlar, onu da bolşeviklər yaratmışdı. Bu da bir növ bunlar üçün bir dayaq rolunu oynayırdı sadəcə. Bəs yaxşı, İlahə bizə deyəcək, İlahə, Cənubi Azərbaycanda ilk dəfə milli hökuməti kim yaratdı? İlk dəfə milli hökuməti Uzaqlara getmə, elə burada öyrəndin. 1920-ci il iyun 23-də
O zaman 1918 may ayının 28-i Şimali Azərbaycan, 1920 telefon belə çevir. Ayşə bax telefonu belə çevir. Mən Bəli sən. Səsin echo verir. belə Hə. İndi düzəldi yəqin ki. Düzəldi. belə qırıq-qırıq gəlir. Mən danışanda səsim harasa elə bil ki dəyir telefonda. Yeni il oldu. Bayaq kimi yenə qoysan? Bayaqlar necə qoymuşsun? Belə. Hə. Səs harasa dəyir, o zaman səs başlayır belə echo verməyə. Cənubi Azərbaycanda deməli 1918 Şimali Azərbaycanda 18-ci ilin mayın 28-i. Şimali Azərbaycan 18. Cənubi Azərbaycanda 20-ci il iyunun 23-ü. Oxşar cəhət Hökumətin yaranması, Azərbaycan daxilici yaranması. milli hökumət. Hər ikisində milli hökumətin yaranması 1-ci Dünya müharibəsi illərinə təsadüf edir deyə bilərik. Xeyr, təsadüf eləmir. Xeyr. Niyə? Deməli biz öyrəndik ki, bəli, doğrudur. Amma hər ikisində eyni ildə milli hökumət süqut edib deyə bilərik. Doğru. 1920-ci ildə. Düzdür. Hər ikisi təhsillə bağlı müəyyən tədbirlər görüb deyə bilərik. Bəli. Məsələn, Xiyabani. Daxildə. Xiyabani nə iş gördü təhsillə bağlı? Təhsillə deyil. İlk dəfə olaraq yenə iş bizdən keçir. Biz qızlardan. Xiyabani, kim deyəcək buyur Ayan? İlk dəfə qızlar üçün pulsuz məktəb açdırmışdı. Qızların təhsilə gəlməsində böyük rol olmuşdu. Doğrudur. Bunu deyərkən yadımıza düşür İlahə. Şimali Azərbaycanda ilk pulsuz qız məktəbini açdıran şəxs kim olub? 1900-cü ildə Hacı Zeynalabdin Tağıyev. Doğrudur. Düzdür. Bakıda açdırdığı 1901-ci il pulsuz qız məktəbi. Düzdür. Bəs yaxşı, Nuray bizə deyəcək, Nuray Hüseynova. Nuray, Cənubi Azərbaycanda milli hökumət yaratdılar. Amma bu milli hökuməti Xiyabani necə adlandırmışdı? Milli hökumətə Bəli. Nə adlandırdı? Azadistan. Bildiyim Bəs yaxşı, indi gəl baxaq görək. Burada bir məsələ var. Deyir ki, bunlar Azadistan adlandırıb, lövhələr çap elətdirib. O lövhənin üstündə hansı dövlətin gerbini vurdular? Qacarları. Düzdür. Bunu göstərir ki, müstəqil qurumdur, yoxsa muxtar bir qurumdur? Müstəqil deyildi, yəni muxtardı. Bəli, muxtar bir qurum idi, düzdür. Bir də testdə düşür ki, milli hökumətin əsas dostu və dayağı kimlər idi? Bu elə qacarlar. Yox, əsla. Həmişə dövlətin dayağı kim olur? Ya polis olur, ya da jandarma olur. Orada xüsusi jandarmalar yaratmışlar, polislər yaratmışdı tədbirlər zamanı. Bax, onları soruşum. İndi gəl baxaq görək, milli hökumət qurulandan sonra nə kimi tədbirlər gördülər? Deməli, fabriklər, zavodlar açdırdı. Təbrizdə xüsusi pulsuz məktəblər açdırdı. Hansı ki, bunlar qadınlar üçün beşər nəzərdə tutulmuşdu. Daha sonra əhali üçün xüsusi jandarma və polis dəstələri təyin olundu. Aha, düzdür. O zaman Nuray Sultanova bizə deyəcək, Nuray, bəs yaxşı, indi gəl baxaq görək. Şimali Azərbaycan, Cənubi Azərbaycan hər ikisində 1-ci Dünya müharibəsi dövründə milli hökumət fəaliyyət göstərib deyə bilərəm. Milli hökumət. Qəşəng. Xeyr. 20-ci ildə 2. Qəşəng düzdür, 20-ci ildə. Bu milli hökumət kimlərdən asılı bir muxtariyyət idi? Kimlərdən? Bəli, Cənubi Azərbaycanda həmin vaxt. Bəli, Qacarlardan asılı idi. Qacarlar heç imkan verərmi bunlara? Yox, imkan vermir. Kimlərlə əlaqə saxlayıb bu milli hökuməti dağıtmaq istəyirdi? İngilislərlə. Doğrudur. Bax elə 20-ci əsrin əvvəllərində İngilis-Qacar müqaviləsinin neçənci ildə imzalanmışdı? 1920-də. Yox, biraz da fikirləş. Bayaqları qeyd elədik. 1919-cu ildə idi. Bəli, 1919-cu ildə idi. Burada öyrəndik 1919, bir də öyrənirik ki, uşaqlar, burada biz siz nəyə xüsusi vurğulamaq istəyirəm. İngilis-Qacar müqaviləsi düzdür, Qacarlara pis təsir elədi. Amma mənə kim deyər, bu müqavilə Şimali Azərbaycana necə təsir göstərdi? Yaxşı təsir göstərirdi. Məsələn, nə kimi yaxşı təsir göstərir? Elə bir Ruslar çıxırdı da buradan. Bu İngilis-Qacar müqaviləsindən sonra Thomson Qacarları məcbur edir ki, sən Şimali Azərbaycandakı hökuməti tanı. Bax, onu biz AXC mövzusunun içində demişik. Silah falan verirdi. Yox, Thomson o heç, o başqa məsələ.
İngilis Qacar müqaviləsini deyirəm ki, bu ingilislər Qacarları məcbur edir ki, get Azərbaycanın, Şimal Azərbaycanın müstəqilliyini tanı. Ona görə də 1920-ci ilin mart ayının 20-si 21-i müqavilə imzalanıbdır. Və beləliklə Cənubi Azərbaycan məsələsini yadda saxlayırıq. Bir daha onda Nuray Sultanova deyəcək, Xiyabani hərəkatı neçənci illərə əhatə elədi? 1917-20-ci illər. Xiyabani nə tələb eləyirdi? Muxtariyyət istəyirdim. Doğrudur. Bir, muxtariyyət tələb elədi. Bir də yadınızda saxlayırsınız ki, İran şah hakimiyyətinin demokratikləşdirilməsini tələb eləyirdi. Hətta deyirdi ki, biz həmişə hər kəsdən öndə olmuşuq. Ümumiyyətlə, Xiyabani fikirlərini oxuduqca görəcəksiniz ki, uşaqlar çox cəngavər, qorxmaz bir insandır. Üstəlik də onun təslim olmasını istəyəndə bilirsiniz nə deyir? Bunu oxumamısınız? Kitablarımızda, sinif kitablarında var bu. Qeyd edilir ki, mən ərəblərə boyun əyməyən Xürrəm nəslindənəm və məşrutə inqilabını yetişdirməsiyəm. Orada böyümüşəm, puxtələşmişəm. Məşrutə inqilabında da iştirak edib gənc yaşlarında. Ona görə heç vaxt deyir ki, boyun əymərəm mən. Hətta o vaxt belə bir qayda var idi ki, xalq teleqrafxanaya toplaşıb, teleqraf göndərirdi, şaha öz etirazlarını bildirirdi. Bu zaman deyir ki, ağıllı bir xalq heç vaxt teleqrafxanaya toplaşıb azadlıq dilənməz. Özü mübarizə aparıb bu azadlığı əldə eləyər. Yəni, Xiyabani bir sözlə qoçaq, igid, cəngavər bir insan olubdur. Amma təəssüflər olsun ki, o Qacarlar ingilislərin köməyinə bu üsyanı yatırır. Amma üsyanı yatıran zaman ailənin deyirək sənmisəm, bu Xiyabaniyə xəyanət etmiş şəxs kim oldu? O şey deyirsiniz, hidayət var idi, o Quldur dəstələrlə güya mübarizə aparmaq üçün bütün qoşunu yığıb aparır. Haşimi, bəli düzdür. Mir Haşimi idi. Şeydə əl alır ki, onu bəs milli hökumətin ordusunu çıxarsın oradan. Haşimi də çıxarar da şeydən. Doğrudur. İndi sənimizə də görək, Cənubi Azərbaycanda bu 1920-ci ildə hansı hadisə böyük bir toy bayrama çevrilmişdi? Hansı hadisəydi? Təcəddüd qəzetinin binası hara köçürülür? O Alaqapıya deyil. Bəli, düzdür. Alaqapıya köçürülən zaman bu böyük bir toy bayrama çevrilmişdi. Bəs yaxşı, bu deməli Azərbaycan deyildi. Niyə Azadistan adlandırmışdı Xiyabani öz milli hökumətini? Asıllıqdan qurtarır da. Uşaqlar, bax 20-ci ilin aprel ayının 28-də Şimali Azərbaycanda nə baş verdi? Devirdi. Kim devirdi? Kim hücuma keçib devirdi buranı? Sovet Rusiyası. Azərbaycan adlandırılması bunu biraz narahat elədi ki, həm AXC İngilispərəst mövqe sərgiləyirdim. Yəni İngilispərəst noyabr ayının 4-dən bilirsiniz ki, artıq bunlar Osmanlıdan deyil də İngilislərin xarici siyasətdə İngilispərəst mövqe tutmuşdular. Bu bir. Ona görə uzaqlaşmışdı AXC-dən. İkincisi, Ruslar işğal eləyir aprel ayının 28-i 1920-ci il. Düşünür ki, Azərbaycan adlandırsam gəlib Azərbaycan, Cənubi Azərbaycanı işğal eləyər. Ona görə də Azadistan adlandırmışdım. Bir də bir şey qeyd edirəm ki, kitablarda yazılmır. Amma bilin ki, məhz Məmməd Əmir Rəsulzadə bax Cənubi Azərbaycanda 1913-cü ilə qədər olmuş və orada inqilabi hərəkatın yetişməsində rol oynamışdı. Cənubi Azərbaycanda da fəaliyyət göstərib 13-cü ilə qədər sürgündə olduğu bir müddət ərzində. Orada Cənubi Azərbaycanda əhalinin milli şüurun oyanmasında, istərsə də inqilabın formalaşmasında bir rol oynayıbdı Məmməd Əmir Rəsulzadə. Lakin sonradan onların xarici siyasətdə ingilislərlə yaxınlaşmasından dolayı Xiyabani onlardan uzaqlaşmışdı. Sonra, deməli, bir də nələr qaldı bizim burada? İqtisadi tədbirlər, sosial-iqtisadi tədbirlər gördük ki, alim, bunlar nədən ibarət idi? Hansını deyirsiniz? O saziş bağlanacaqdı, sonra 21-ci ildə ləğv edirlər. Onu soruşmuram. Bax, burada gördük ki, hansı fabrikin açılmasına, tikintisinə başlanıldı? Toxuculuq fabriki idi. Xalça fabrikinin tikintisinə başlanılmışdı. Xalça fabriki deyən kimi tez yadımıza düşür ki, Almanlara mənsub xalça fabriki neçənci ildə fəaliyyətə başlayır? Kim deyər uşaqlar? 1817-dir. Sizin 1912-ci ildə idi. O xalça fabrikinin yanına yazırsınız, 1912-ci ildə Alman kapitalistlərinə mənsub xalça fabriki açılmışdı. Bir də pul islahatı həyata keçirildi ailin. Pul islahatı keçirilə bilmədi. Sadəcə planlaşdırılırdı. Pul islahatıdır, bank falan bunlar planlaşdırılırdı.
O zaman Şimali Azərbaycandakı milli hökumətlə Cənubi Azərbaycandakı milli hökumət üçün nə kimi oxşar cəhətlər deyə bilərsən? O da orada da pul islahatı keçirilməmişdi, burada da. Yox, niyə bizdə pul islahatı keçirilmişdi? Ən azından müəyyən bax burada gördüyün nazirliklər falan yaradıldımı? Orada quruculuğunda işlər aparılıb deyə bilərik insan. Nə işlər aparılıb deyirsən? Orduda yeni Bəli, işlər. deyə bilərsən, düzdür. Ordu üçün müəyyən tədbirlər görülür. Necə? Xalça fabriki. Xalça fabriki 1912 idi. 1912. Bağlı demək olur. Məktəblər var idi. Burada pulsuz məktəblər Bəli, açılması. təhsillə bağlı müəyyən tədbirlərin görülməsində Burada oxşar tam cəhətlər. açılmışdı AXC-də 1919-da səhv etmirəmsə, sentyabrın 1. Amma burada bank açılmır. Ona görə onu demir. Deyirik ki, müəyyən iqtisadiyyat, təhsillə bağlı müəyyən tədbirlər görüblər. Bunlar sadəcə planlaşdırılmışdır. Bəs yaxşı, apaq, bizə deyəcək, apaq. Gəl baxaq görək, 1905-11-ci illər məşrutə inqilabı ilə 1917-20-ci illərdəki bu xiyabani hərəkətin oxşar cəhəti nədir? Parlament konstitusiya istəyirdilər. İngilislərin çıxarılmağı. Bax, düzdür. Xarici məmurların çıxarılmasını istədi. Sonra konstitusiya idi, parlamentin çağırılmasını istəyirdilər. Silahlı dəstələr qrupu, hər ikisi silahlı üsyan baş vermişdimi? Silahlı üsyan. Doğrudur, baş vermişdi. Hər ikisində valilər qovulmuşdumu şəhərdən? Bəli. Qovulmuşdu. Bunda bir də oxşar cəhət edə bilərik ki, hər ikisində yatırılmasında kim rol oynamışdı? Qacarlar. Qacar olacaqlar, Qacarların hakimiyyət dövründə. Bəli, düzdür, ingilislər hər ikisinin yatırılmasına rol oynamışdı. Bir də hər ikisində, baxsan burada da bayaqların təhmariz komissiyaların yaradılmasını dedi. Biz o birisi məşrutə inqilabında da komissiyaların yaradılması, müttəkilliyə qarşı mübarizənin oxşar cəhət edə bilərik mi? Bəli, edə bilərik. Orada da vardı komissiyaların yaradılması, düzdür. Bəs yaxşı, 1907-8-ci illərdəki Təbriz üsyanına kim başçılıq edirdi? Bir də Dəniz Termin. Xeyr. Cənubi Azərbaycandakı Salari Milli, Sərdari Milli deyim, sən də bizə şəxslərin adını de. Buyur Leyla. Səttarxan Bağırxan. Bəli, Səttarxan, Bağırxan iştirak edirdi o döyüşlərdə. Yadda saxlayırıq. Burada isə dedik ki, Xiyabani rəhbərlik etmişdim. Bir də, bax burada 19-cu ildə bağlanmış müqavilə ki vardı, İngilis-Qacar müqaviləsi. Xalqın etirazının təqidindən sonra neçənci ildə ləğv olundu? 1920-də. 21-ci ildə ləğv olunur. Belə bir müqavilə bir dəfəndə keçmişdik. 1891-ci ildə bağlanmış Talbotla müqavilə vardı. O neçənci ildə ləğv olundu? Uzağa getməsən, elə 92-ci ildə, bəli, 92-ci ildə o ləğv olunmuşdu. 1911, 91, daha doğrusu 1891-92, burada da 1919-21-ci ildə müqavilələrin ləğv olunması. Uşaqlar, bu dediklərim oxşar cəhətləri mütləq kitabınıza qeyd edirsiniz. İndi keçək Pişəvəri hərəkatına. Aysudan başlayaq. Aysu, Pişəvəri hərəkatı neçənci ilə əhatə elədi? Pişəvəri hərəkatı Bəli. 1845. Yox, 1945. 41-46-cı illəri əhatə elədi. 41-46-cı illər. Pişəvəri hərəkatı 2-ci Dünya müharibəsi dövründə başlayıb deyə bilərik. Dövründə 2-ci Dünya müharibəsi 1941 idi də. 39 idi. Ay bakalım. 9-45. 39-45 idi. Ərəfəsində olur. Müharibə dövründə, ərəfə əvvəl deməkdir. Müharibə dövründə başlayıb deyə bilərikmi? Bəli, müharibə dövründə başlayıb deyə bilərsiniz. Deməli, yadda nəyə saxladıq? Baxın, Xiyabani hərəkatı 1-ci Dünya müharibəsi dövrüdür. Pişəvəri hərəkatı 2-ci Dünya müharibəsi dövründə başlayıb. Hər ikisi müharibə dövründə başlayıb, müharibədən sonra başa çatıb. Bəs yaxşı, biri həm 1-ci, həm 2-ci Dünya müharibəsi dövründə. İstər Qacarlar olsun, istərsə də Pəhləvilər. Özlərini bir tərəf elan etsə də, özlərini bir tərəf elan etsə də müstəqilliyə nail ola bilməmişdilər. Buyurayam. Mübarizə meydanına çevrilmişdi. Bu cavab lazım idi, Aysu. Bir tərəf elan edib, müharibədə iştirak etməyəcəyini deyil. Amma nə olsun bir tərəf elan edib? Hər ikisində mübarizə meydanına çevrilmişdi. Elə 41-ci ildə, bax bu gördüyümüz İran ərazisində kimlər daxil oldu şimaldan və cənubdan? Deməli, ingilislərdən Sovet ordusu.
Bəli, Sovet ordusu doğrudur. Bununla da kimin polis rejimi iflasa uğradı? Hansı rejim iflasa uğradı? Rıza Şah, o da 1941-də gedir. Rıza Şahın hərbi polis rejimi iflasa uğradı. Ülfət bizə deyəcəkdi. Ülfət, Rıza Şah nə zaman hakimiyyətə gəlmişdi ki, indi hakimiyyətdən getdi deyirik? 1939-da. 25-ci ildə hakimiyyətə gəlir. 1925. Pəhləvilər sülaləsidir. İndi 41-ci ildə hakimiyyətdən getdi. Bu dəfə hakimiyyətə kim gəlir? Onun oğlu Məhəmməd Qulur. Düzdür, Məhəmməd Rıza Şah. Amma idarəçilik dəyişir, o bizə lazım deyil. Bizə lazım olan inqilabdır. Cənubi Azərbaycandakı inqilab birinci mərhələsini neçənci illərə əhatə elədi? Deməli 1941-dən 45-ə kimi. 45-ci ilin yayına qədər bu oldu birinci mərhələ. İstər Azərbaycanda Milli Azadlıq Hərəkatının birinci mərhələsi, istərsə də burada birinci mərhələdə. Nəyə çalışırdı hakimiyyət? Nəyə çalışırdı daha doğrusu inqilab müsifləri? Həmişə birinci, nəyə çalışarlar? Beynimizi oyatmağa. Bəli. Ona görə deyirik, milli şüurun oyadılmasına. Bəs yaxşı, ikinci mərhələdə və yaxud da ki, ümumiyyətlə bu pəhləvlər hansı yolla inqilabı boğmaq istəyibdi? Belə müharibə yolu. Terror, qarşıdurma, biz etnik münaqişə yaratmaq yoluyla. Məsələn, bizdə kimlər arasında etnik münaqişə salaraq bizim azadlıq hərəkatımızı boğmağa başladı? Kimi bizim üstümüzə qarşı qaldırır? Bolşevikləri. Erməniləri. Hayır, mən yerim. 1905-7-ci illər, 1905-7-ci illər qırğını, 18-ci il mart soyqırımı. Bax, orada görürük ki, ermənilərdən istifadə edir. Burada da yazır ki, sadəcə etnik toqquşmalar yaratmışlar. Şimali Azərbaycanda, daha doğrusu Cənubi Azərbaycanda ilk dəfə ADP nə zaman yaradılmışdı Xiyabaninin başçılığı ilə? O 1917-ci ildə. 17-ci ildə. Bəs Pişəvərin başçılığı ilə nə zaman yaradılır? O 1920-də. Pişəvərin başçılığı ilə ADP. 23-də. 45-də. Buyur Səbinəm. 1945-ci ildə kanun 12-sində, 1946-cı kanun 12-sində. Yox, onu soruşmadım. Sentyabr ayında ADP-nin yaranmasınca soruşdum. 45-ci ilin sentyabr ayında. Bəs yaxşı, deməli, AFAQ, ADP nə zaman yaradıldı Pişəvərin başçılığı ilə? 1945 Pişəvəridədir, Xiyabanidə 1917-də. 17-ci ildə düzdür. Bəs yaxşı, Zeynəb bizə deyəcəkdi, Zeynəb. Deməli, ADP buradakı yaradılmış Xiyabani hərəkatı olsun, istərsə də Pişəvəri hərəkatı olsun. Bunların hər ikisinin oxşar cəhəti nə uğrunda mübarizə aparır? Səslər, səsin bağlıdır. Şah hakimiyyətinə qarşı muxtariyyət uğrunda. Bəli, muxtariyyət tələb edirdi. Hər ikisi muxtariyyət tələb elədim. Burada bir neçə məqam var. Onları yadda saxlayaq. Bunların qəzeti necə adlanırdı? Hansı dildə çap olunurdu? Pişəvərin qəzeti. Pişəvər Azərbaycan dilində. Azərbaycan qəzeti adlanırdı. Azərbaycan dilində çap olunurdu. ADP-ni nə zaman yaratmışdı? 45-də. Bəli, 45-ci ildə idi. Sentyabr ayında olduğunu bilək ki, 45-ci ilin sentyabr ayındaydı. Bir də uşaqlar, bax, buradan bunları mütləq bilməliyik. 45-ci il oktyabrında nə baş verdi? Qurultay çağırıldı. 45-in oktyabrında qurultaydı, yadında saxlayırsan. 45-in noyabrında Milli Məclis yaradıldı. hələ Milli Məclisə qədər bir dənə var. De görüm Ayşə, 45-ci ilin noyabr ayında bəli, Xalq Konqrensi. Uşaqlar, burada Xalq Konqrensi, Milli Məclislər Məclisi, sonra da Milli Məclis. Bunları yadda saxlayırıq. Bu üçü də 45-ci il noyabrıdır. Xalq Konqrensi, Müəssislər Məclisi, Milli Məclis. Desə, 45-in noyabrı götürürsən. Aydın oldu. Zeynəb, bəs yaxşı. Pişəvəri nə zaman milli hökumət yaratdı? Səsiz gəlmədi. Afaq, səsin bağlı, səsimiz də exo verirsən də. Pişəvəri nə zaman milli hökumət yaratdı? 45-də. 45-ci ilin dekabrın 12-si. Ona görə bu tarixdə necə adlandırıldı Zeynəbcim? Nəsə bu dərsi yaxşı oxumayıb Zeynəbi. Buyur Nuray. 21 Bəli, 21 Azər hərəkatını soruşurdum, doğrudur. Onda Mehriban bizə deyəcəkdi, Mehriban. Deməli, 21 Azər hərəkatı nəymiş Cənubi Azərbaycanda? O 1945-ci ilin dekabrında olan. Hə, 45-ci ilin dekabrında. Nə yaradılmışdı? Milli 21 Azər hərəkatı deyilmi adı elə? Milli hökumət yaradılmışdı. Xiyabani nə zaman milli hökuməti yaradır? Xiyabani 17-də 17-də başlayır üsyan. 20-də yaratmışdı. İncə dedik, biz min dəfə dedik. 20-ci iyunun 23-ü dedik özdən ki, milli hökumətin yaranması. Hə, ikinci sınaqda əlavə olunur. İkinci sınaq. Baxıram ki, yerdən
Cəza sınağı bura yazaq. Yerdən suallarıma cavab vermirsiniz uşaqlar. Hüsnü Gül Maysuf xanım. Özət dərsdən sonra işləyib göndərəcəksiniz həmin sualları. Yadda saxlayırsınız uşaqlar. Bax, testdə var idi bu sualların hamısı. 45-ci ildə noyabr ayında Xalq Konqresi, Milli Məclis, Müəssislər Məclisi, əsasda 21 Azər Hərəkatı, Milli Hökumət məsələsi. Mehriban xatun, istəmirsə də görək. Bax, burada Pişəvərim, Milli Hökuməti, nə oldu buna? Pişəvəri Milli Hökuməti nə zaman yaratdı, nə zaman süqut elədi? Şey 45'te yaradır. Düzdür, 45-in 12 dekabrında yaranır. Elə nə zaman süqut eləyir? 46'dan süqut edir. 46-cı ilin 12 dekabrında da süqut eləyir. Cəmi bircə il hakimiyyətdə olmuşdur. Bax, burada bir neçə məqam var. Bunları əzbərdən hamı bilməlidir. Ona görə ruşqa dəftəri çıxardırsınız, tez yazırsınız dedikcə. Görək kim tez və düzgün yazır bunları. Pişəvərinin vermiş olduğu qərarlar var. Milli hökumət qurulandan sonra bir neçə qərar verdi. Bir neçə tədbir gördü. Nə yazaq ki, mənim tədbirlərini? İndi bir sual verəcəm, yazacaqsınız. Həm ruşqa dəftəri hazır oldum. Başlayırıq. Deyin görüm siz mənə. Nə zaman kəndlilərə torpaqlar paylanıldı? Tez qeyd edib ekranda göstərsiniz uşaqlar. Qəşəng, düzdür. 45-ci ilin, bəli, fevral ayında, doğrudur. Müəllimə, səsim gəlmir mənim. Aylin, yox, səsin gəlmir. 45 idi yoxsa 46? 46. Mən 45 dedim, təsadüfən. 46-cı ilin, bəli, fevral ayındaydı, doğrudur. Hə, indi bəs yaxşı. Deyin, yazın görün mənə. Burada, deməli, Şimali Azərbaycan deyirəm, diqqətli olun, ha. AXC tarixində nə zaman dil haqqında qərar qəbul olunmuşdu? AXC-də dil haqqında qərar. Görən kimin yadındadır? 18 düzdür qızım, amma səkinə, ayın tarixi lazımdır. Aysu, Şimali Azərbaycan dedim. Ayanı yazdım. Bəzi uşaqlarımız yazdı. 18-ci ilin iyunundadır uşaqlar. 1918 iyunun 27-si yox Səbinə, 24-dür. 27-si doğrudur, düzdür. 27 iyunda oldu bizim deməli dil haqqında qərarımız. Burada 26 da bağlıdır da müəllim. Mən onunla qarışdırdım. 26 bir ordu ilə bağlı idi. 24 də üç rəngli bayraq idi. 24. İndi siz mənə deyin görüm, Pişəvəri nə zaman qəbul eləmişdi dil haqqında qərarı? Hə, indi artıq yaza bilərsiniz. 46-cı ilin, bəli, yanvar ayındaydı, doğrudur, düzdür. Gördüm uşaqlar hər kəsdən. 46-cı ilin yanvar ayı. İndi onda siz mənə deyin görüm, bir də əmək haqqında qərar. Əmək haqqında qərar nə zaman verilmişdi? 46'da idi da. Yerdən demirik. AXC əmək haqqında qərar nə zaman verdi uşaqlar? AXC əmək haqqında qərarı nə zaman verdi? Bilfət. Uydurmayın. 19 nədir yazıbsınız? Heç AXC-də əmək haqqında qərar var mıydı? Əmək madrar deyirsiniz. Heç aqrar qanunda yox idi, onu da deyəsidim, ta sən qabaqladın. Yadda saxlayırıq ki, uşaqlar, AXC tarixində nə aqrar qanun, aqrar komissiyaca yaratmışdılar, o da heç bir iş görmədi, görə bilmədi. Aqrar komissiya yaradılsa da aqrar qanun verilmədi, əmək haqqında qərar verilmədi, AXC tarixində əmək haqqında qərar yoxdur. Hə, deməli yadınızda qaldı bunlar. Bir dənə də siz mənə deyin görüm. İndi AXC tarixində Azərbaycan, bax Cənubi Azərbaycan Pişəvəri Milli Hökumətin yaratmış olduğu universitetlər hansılar oldu? Tez qeyd edin. Ayların tarixində nə zaman fəaliyyətə başlayıb? AXC dövründə yoxsa Cənubi Azərbaycanda? Həm AXC tarixində, həm də Cənubi Azərbaycanda. Buranı necə çevir?
Sizə göstərim mən yazmışam. Aha, qəşəng 19. Amma 19-un, bəli, hamı 19 BDO yazıb doğrudur. Amma 19-un noyabrın 1-i yazardı keşkim. Bilərdi ki, bu 4-cü hökumət kabinetidir. Sentyabrın əslində qərar verilmişdi, amma sentyabr ayında çatdıra bilmirlər, ona görə noyabrın 1-i fəaliyyətə başlayıb. İndi bəs yaxşı Cənubi Azərbaycandakı universiteti niyə yazmadınız? Tudu. Yazdım mən Təbriz. Hə, bildim, qəşəng. Bir çoxları yazmamışdı, indi şairləri düzdüm. Tudu, Təbriz Dövlət Universiteti, düzdüm. 46-cı ilin iyununda düzdüm. Qəşəng. Vaxt gələcək, tələbələr deyəcək ki, mən də Tududa oxuyuram. Təbriz Dövlət Universiteti. 46-cı il iyunda. Hal-hazırda bu universitet fəaliyyət göstərir uşaqlar. Bəs yaxşı, Mehriban'da qalmışdıq. Deməli, Mehriban, bu Pişəvəri hökumətinin 1-ci dərəcəli vəzifəsi nədən ibarət oldu? Cavab verirsiniz uşaqlar. Qanun qəbul eləyir. Yox, birinci əncümənlər yaradıldı. Bəli, əncümən doğru. İlk dəfə əncümən nə zaman yaradılmışdı? İlk dəfə? Bəli. İlk dəfə əncümən. İlk dəfə əncümən. Niyə bilmirsən? Xiyabanidə də var idi. Xeyr, ilk dəfə əncümən soruşdum. İlk dəfə əncümən, buyurun. Bəli, Səttarxan Bağxan. Yəni 1905-11-ci illərdə idi uşaqlar. İlk dəfə əncümənlər 1905-11-ci illərdə, burada isə növbət dəfə deyək, yəni ilk gün tədbir yeni əncümənlər yaratmaq idi. Əncümən yerli idarəetmə orqanlarıdır ki, həm deməli bu da qanunverici orqan hesab olunurdu. Həm də qanunverici orqan idi, bəli. Pişəvəri hökumətindən uşaqlar nə yadda saxlayırsınız? Cənubi Azərbaycanlar niyə bunlar milli hökuməti yarada bildilər? Çünki Sovet hakimiyyəti bunları orada dəstəkləyirdi. Elə ki, Sovet hakimiyyəti çıxır, bunlar burada taleydə həll olunmuş olur. O hissəni bizə Leyla danışacaqdır. Leyla, indi sən bizə bir daha da görək, aqrar qanunu nə zaman verildi? Aqrar qanunu 1946-cı ilin fevralında. Bəli, fevral ayında düzdür. Kimlərindən alınmış torpaq? Kəndlilər deyir, torpaq payladı. Bəs yaxşı, bu torpağı hardan aldı ki, kəndliyə payladı? Dövlət torpaqlarından idi. Bir də hökumətə tabe olmayan mülkiyyətlərin torpaqları idi. Bəli, xəyanət etmiş, qaçıb getmiş, hökumətə tabe olmayanlar. Bunların əlindən alınmışdı. Bəs əmək haqqında qanun mahiyyəti nədən ibarət idi? Burada da fəhlələrin istismarı məhdudlaşdırılır. Sonra fəhlələr işlərə nəzarət edə bilərdi. Böyle bir şey var deyəsən. Hə. Burada qərar əsas məqsəd nə idi? Fəhlələri qorumaq idi. Ona görə fəhlələrlə bağlı xüsusiyyət götürsən. Fəhlələrin istismar etmək olmazdı. İş şəraiti yaxşılaşdırılırdı. İş saatları azaldılırdı. Sahibkarlara imkan verilmirdi onları istismar eləsin. Belə bir, yəni bir sözlə yaxşı tərəflər oldu. Əmək haqqında qanun. Əmək haqqında qanun nə zaman qəbul olunub? 46-nın mayındaydı. Bəli, may ayındaydı düzdür. 46-cı il may ayında. Uşaqlar, bilirsiniz niyə may ayında? Çünki əmək bayramı günü nə vaxtın? Heç siz qeyd eləmədiniz görə. 1 may deyil məli. Bəli, 1 may doğrudur, 1 may. Bu Sovet dönəmində uşaqlar qeyd olunurdu bu bayram. 1 may. Valideynlərinizdən soruşsaz, yəqin ki, onlar 1 may haqqında deyər sizə. Bir necə böyle bir parad keçirilirdi. Əmək haqqında qanun bayramı idi həmin gün. Ona görə may ayında verilmişdi bu qərar. Birdən də qaldı yanvar ayındakı qərar. Leyla, yanvar ayındakı qərar nədən ibarət idi? Dil haqqında qanun qəbul edilmişdi. Dövlət dili rəsmi Azərbaycan dili qəbul olundu. Doğru. Dərsliklər Azərbaycan dilində çıxarılırdı. Jurnalların, kitabları Azərbaycan dilində yazılırdı. Bunlara icazə verilmişdi. Düzdür. Uşaqlar, bilsin nəyə görə bu qərar vermişdilər? Çünki Rıza Şah gələn kimi bizim Azərbaycan dilində qəzetlərimizi, jurnallarımızı bağladı. Ürəyi soymadı, yandırdı hələ. Ki, Azərbaycan dilində qəzet, kitab, jurnal olmasın. Azərbaycan dilində hər hansısa bir çap məlumatlarının imkan vermirdi ortalığa çıxmasını. Əhalinin Azərbaycan dilində yazıb oxumasına qarşı idi. Görün, Azərbaycan dilinə qarşı necə boy bir qorxusu var ki. Bəs yaxşı, Təhmaniz bizə deyəcək, Təhmaniz. Deməli, buradan nə öyrəndik biz? Pişəvəri hərəkatını neçənci illər əhatə elədi? Pişəvəri 45-dən 1941-dən 46-ya qədər. 41-45-ci yayına qədər ki mərhələ. Birinci mərhələdə nəyə çalışdılar? Birinci mərhələdə müəllim. Bəli. Beynimizi oyatmağa, yəni İkinci mərhələ. Bir dənə göstərim. Milli şuuru oyatmağa çalışmışlar. İkinci mərhələ nə zaman başladı? 45-in yayında.
Bəli, ayın neçəsinə qədər? Dekabrın 12-si. İkisinə qədər. 12 dekabr tarixi necə adlandırılır dünya tarixində burada? 21. Bəli, 21 Azər hərəkatı adlandırılmışdı, düzdür. Bəs yaxşı, Pişəvəri hərəkatında nə zaman bunlar ADP partiyasını yaratdılar? ADP partiyası ADP-nin biz bayaq 45-in sentyabrındaydı. Bəs nə zaman milli hökumətini yaratdılar? 45-in dekabrın 12-sində. 12-sində. Nə zaman milli hökumət süqut eləyir? 46-nın dekabrın 12-sində. Bəli, düzdür, 46-nın dekabrın 12-si. Bir sözlə baxırıq ki, bu yaxşı işlər görməyə çalışmışdı. Bəs yaxşı, əsas bunların dayağı kimlər idi? Cənubi Azərbaycanda hansı qoşunlar bunların bir növ dayağı hesab olunurdu? Həmən nəsil, Sovet qazanırdı. Doğrudur, Rus qoşunları idi, düzdür. Bəs yaxşı, Ayan bizə deyəcəkdi. Ayan, indi bəs Ruslar necə oldu ki, geri çəkildi? O Pişəvərin dəstəkləmədi. Pişəvəri niyə dəstəkləmədi? Çünki 1900 bir dəqiqə onlar arasında saziş imzalanmışdı. Hə, dedilər Stalin, gəl, sən bu işdən əl çək. O bir çox Türk kinolarda falan görmüşsünüz. Sən benim kızımdan əl çək, sənə bu qədər para veriyorum. Eynən burada da həmin misal. Gəl, sən bu məsələdən əl çək. Biz də sənə İranın şimalında neft verəcəm. Sən əl çək. Düzdür. Yadınızda qaldı uşaqlar. Bax, onu da o misal çəkdim ki, sizə yadınızda qalması üçün. İranın şimalındakı nefti torpaqları icarəyə verirəm. İstədiyin kimi ged oradan nefti çıxar, sat, fabrik qur, nə edirsən elə. Yetər ki, Cənubi Azərbaycan sevdasının əl çək. O da dedi, yox, nə olar? Gördü ki, pul daha şirindir. Cənubi Azərbaycanın əl çəkdi. Bax, yadınızda qalsın. Ona görə də SSR bu danışıqlarda kənarda qaldı. Yəni, qoşunu çıxartdı buradan. İran məsələsi adı altında bu məsələ harada müzakirə olundu? BMT-də müzakirə olunur. Düzdür. BMT-də ilk müzakirə olunan məsələ idi. İlk dəfə Cənubi Azərbaycan məsələsini müzakirə eləmişdilər ki, gəlin gedək İrana kömək eləyək Pişəvəriyə. Divan tutaq. Onları yox eləyək. Qoy Qacar daha doğrusu Pəhləvi hakimiyyəti burada idarəçilikdə rahat idarə eləyə bilsinlər. Bu belə. Buradan uşaqlar bir də nəyə yadda saxlayırsınız? İstər Pişəvəri, istər məşruti olsun, istər xiyabani olsun. Ayan, bu hərəkatların hamısının da yatırılmasında oxşar cəhət? Xarici qüvvələrin iştirakı. Ən əsasda başda kimlər idi? İngilislər. Doğrudur, ingilislər idi. Ayşə bizə deyəcəkdi, Ayşə, milli hökumət nə zaman süqut eləyir? 1946-nın 12 dekabrında. 12 dekabrında, düzdür. Təbrizə daxil oldu. Bəs Pişəvərin özü harada vəfat elədi? Evet, Təbrizə. Və biz tərəfə qonaq gəlibmiş Pişəvəri. Xəbərimiz olmuyor. Qəzaya düşmüşdü də, Gəncəyə gedəndə. Düzdür. Yevlaxdan Gəncəyə gedərkən Ayşə, Gəncəyə gəlibmiş. Görsən, deyirəm biz tərəfə qonaq gəlibmiş. Xəbərimiz yox imiş. Hə, bax beləcə Pişəvəri hərəkatı başa çatmış oldu. Yəni bir daha bu hissəni başdan yadımıza salaq uşaqlar. Burada bilirəm ki, bir çoxlarınız bir ağız büzübsüz Cənubi Azərbaycan oxuyanda. Amma elə çətin dərslər deyil. Vallah rahat dərslərdir. Ayşə, hərəkatın birinci mərhələsində nəyə çalışırdılar? Milli şüuru oyatmaq istəyirdi. Yaxşı, milli şüurumuzu oyatdılar. Bəs yaxşı, bu zaman Pəhləvi hakimiyyəti hansı yolla milli hərəkatı boğmağa çalışırdı? Terrorlar olsun. Etnik qarşıdurma, terror. Bunu da biz kimin oxşar cəhət elədik? Çar Rusiyası, Şimali Azərbaycandan. Dedik, bizdə də belə idi. Bizdə də ermənilərdən istifadə edib bizim milli azadlıq hərəkatımızı boğdular. Pişəvəri nə zaman milli hökumət yaratdı? 1945-in dekabrın 12-sində. Düzdür. Bəs Xiyabani nə zaman milli hökumət yaratmışdı? Xiyabani 1905-də. Xiyabani, İncil demədikmi Xiyabanini? 20-ci ilin afaq, iyunun 23-də, 1920-ci il iyunun 23-də yaradılmışdı. Bəs yaxşı, istər Pişəvəri, istərsə də bu birisi milli hökumətdə hər ikisində oxşar qərarları? Hər ikisində milli hökumət yaranmışdı. Bir milli hökumət. Hər ikisində dil haqqında qərar verdim? Verin. Doğrudur. Və hər ikisi dil haqqında qərar, yəni orada yoxdur, dil haqqında qərar biz şeyinin AXC-nin oxşar cəhət edərik bayaqları. Burada hər ikisi təhsillə bağlı tədbirlər görmüşdü hər ikisi.
Sadəcə təhsillə bağlı tədbir görmüşdü deyə bilərik. Sonra hər ikisinin hansı məsələ uğrunda mübarizə aparırdı? Muxtariyyət olunur. Bəli, düzdür, muxtariyyət. Hər ikisi hansı sahələrdə islahatlar keçirdi? Dil haqqında islahat keçirildi, aqrar idi. Bir də universitet açılmış. Maarifdir, sosialdır, bəli, aqrardır, doğrudur. Hər ikisi silahlı dəstələr yaratmışdı deyə bilərik. Bəli, hər ikisi silahlı dəstələr yaratmışdı, doğrudur. Azərbaycan Demokrat Partiyasını yaratmışdılar, bu da düzdür. Sonra keçək bir də Səbinəyə. Uşaqlar, bu hissə yadınızda qaldı. Bu bir dəfə də Səbinə ilə Milli Hökumətin gördüyü tədbirlər deyək. Səbinə, Milli Hökumət hansı tədbirləri gördü? 1946-cı il yanvarında dil haqqında, sonra 1946-cı fevralında aqrar, 1946-cı mayında torpaq haqqında, bir də iyununda da İncə dedik, TDU. Təbriz Universiteti açıldı. Bəli, Təbriz Dövlət Universiteti fəaliyyətə başlamışdı, doğrudur. Bəs yaxşı, görəsən birinci dərəcəli vəzifəsi nə idi bu? Milli Hökumətin qarşısında duran birinci dərəcəli vəzifə? Muxtariyyət. Əncümənlərin yaradılması, əncümən. Birinci dərəcəli vəzifə deyəndə əncümənlərin yaradılması deyirsən. Ən böyük nailiyyət isə mədəniyyətin inkişafında rol oynayan deməli dil haqqında qərar oldu. Dil haqqında qərar idi. Bu Pişəvəri hərəkatı hansı sülalənin hakimiyyət dövründə baş vermişdi? Səbinə, sualımız da nədir? Hansı sülalənin? Buyur Ülfət. Pəhləvi sülaləsi. Bəli, Pəhləvilər sülaləsinə qarşı baş vermişdi. Yadınızda saxlayırsınız, Pəhləvilər sülaləsi idi. Sonra dil haqqında qərarı uşaqlar bir də İmam Mustafayevlə oxşar cəhət edəcək sizlərlə gələn dərsimizdə. İmam Mustafayevlə. Bəs yaxşı, ADP nə zaman yarandı? Sentyabrda yaranmışdı. Bəli, 45-in sentyabr ayında düzdür. Bu bir dəfəndə bunlardan Səkinə ilə sual cavab edək, sonra keçək növbəti dərsimizdə. Səkinə, deməli Pişəvəri ADP-ni nə zaman yaratdı? 45-də sentyabrda. Nə zaman ilk qurultay çağırıldı? İlk qurultay da 45-də deyildi çünki. 45-ci ilin növbəti ayı, sentyabrdan sonra. Oktyabrda. 45-in noyabrında 3 dənə qərar dedik. Bunlar nələr idi? 3 addım dedik. Dil haqqında yox, 45-in noyabrı. Nə dedik? Buyur Mehriban. Azərbaycan Xalq Konfrensi qəbul olmuşdu noyabrında. Bir də Milli Məclis seçkiləri keçirilirdi. Bəli, Xalq Konqrensi, Müəssislər Məclisi, Milli Məclis. Bunlar dedik. Dedik ki, Milli Hökumətə yaradılmasını tələb edirik. Müəssislər Məclisinin seçkilərinin, Milli Məclisin çağırılmasını tələb edirik. Hətta seçkilər də keçirildi. Bəs yaxşı, 45-ci ilin dekabr ayında baş vermiş hadisə. Məməlidir sual. Bəli. Dekabr sizdə artıq süqut eləyir də. 45-in dekabrın 12-si. 45-in dekabrın 2-ci şeydir də. Bu Mehriban səsini bağlayaq. Hə, Milli Hökumət yarandı deyirik. Qazetlər necə adlanırdı bu? Pişəvər hərəkatı qəzeti. Azərbaycan. Hansı dildə çap olunurdu? Azərbaycan dilində. Bəli, ana dilində çap olunurdu. Düzdür. Nəyə görə? Bir də uşaqlar, bu cümlə yeni artırılıbdır. Bunu həmişə müəllimlərə deyirəm, düşə bilər. Amma siz də hər ehtimala qarşı yadınıza saxlayırsınız. Elə ki, biz bayaqları qeyd elədik. 41-ci ildə Səkinə bu ərazisinə, yəni Rıza Şahın hərbi polis rejimi niyə iflasa uğradı deyirik. Kimlər daxil olmuşdu bu ərazilərə? İngilislər daxil olmuşdu, o deyirsiniz. İngilis, Amerikan və Rus qüvvələr daxil olmuşdu. Onların burada fikir ayrılığı yarandı. Bu da soyuq müharibənin ilk təzahürüdür. Uşaqlar, təzə kitabda belə bir cümlə yazılıb. Soyuq müharibənin ilk təzahürü. Yəqin təzə çıxıyan nəşrlərdir. Lap 25-26 nəşrində var bu. Soyuq müharibənin ilk əlaməti məhz İranda özünü biruzə verdi. Bunu deyirəm müəllimlərə düşəcək, amma siz də hər ehtimala qarşı bir yadınıza saxlayın. Aydın oldu bu hissə sizə. Səhifə 409-da. Soyuq müharibənin ilk təzahürü. Bunu yadınıza saxlayın. Hər ehtimala qarşı bizim də qarşımıza çıxa bilər. İndi buradan sizdə bircə qaldı digər. Uşaqlar, test olaraq nə vermişdim sizə? Topludan vermişdiniz müəllimə. TK sınav vermişdim. TK 1-ci 24. Düzdür. Topludan verdiyim o hansı test idi? 20-40-cı illər testi idi, düzdür. Qəşəng. Bu bir dəqiqə söndürək.